Rəqsanə, buyur, söz səndədir. Bəli, Çinarə, siz də vurğuladınız və elə mən də qeyd edeyim ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yaydı. Qeyd olunur ki, ABŞ prezidenti Donald Trump Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq barədə qərar elan edib və Azərbaycanı da həmin bu quruma üzv dövlət olmağa, yəni təsisçi üzv olmağa dəvət edib. Belə Azərbaycan Xarici İşlər Nazirliyinə məlumat verildi ki, sözü gedən təklif artıq qəbul olunub. Biz isə daha təfərrüatlı informasiyanı hazırda qonağın vasitəsilə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə vasitəsilə əldə edəcəyik. Xoş görürük Ayxan bəy. Buyurun, detalları sizdən eşidək. Qeyd etdiyiniz kimi 16 yanvar tarixində Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Donald Trump tərəfindən Sülh Şurası adlı beynəlxalq təşkilat yaradılması elan edilmişdir və bununla bağlı Azərbaycan tərəfinə də təsisçi üzv dövlət qismində sözgedən təşkilata qoşulmaq barədə dəvət məktubu göndərilmişdir. Azərbaycan tərəfi sözgedən dəvəti məmnuniyyətlə qəbul edərək Sülh Şurası adlı təşkilata təsisçi üzv dövlət qismində qoşulmaq barədə qərar qəbul edib. Bugün də gün ərzində ümumilikdə qeyd edilən təşkilata üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubunun ABŞ tərəfinə göndərilməsi nəzərdə tutulub. Bununla yanaşı təşkilata üzvlüklə bağlı zəruri və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlərin görülməsi planlaşdırılır. Qeyd edək ki, Azərbaycan Respublikası hər zaman olduğu kimi beynəlxalq inkişaf, ümumilikdə beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə öz töhfəsini verməyə hazırdır. Təşəkkür edirəm ən son informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Elə biz Azərbaycan Xarici İşlər Nazirliyindən bu istiqamətdə olan ən son məlumatları əldə etməyə çalışdıq və elə dediyimiz kimi ABŞ prezidenti Donald Trump Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq barədə qərara gəlib və Azərbaycana da bu istiqamətdə təklif göndərilib ki, yəni təsisçi üzv dövlət olmaqla bağlı Azərbaycan da elə bu təklifi qəbul edib və bu da əlaqələrin inkişaf etdirilməsi baxımından, eyni zamanda Azərbaycanın beynəlxalq arenada öz sözünü deməsi baxımından önəmli məqamlardan biri hesab edilir. Çatdıra biləcəklərimiz bu qədərdir. Son informasiyaları əldə etdik. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə məlumatları bizə ötürdüyünə görə.